Salamlayıram hər birinizi yeni gündə. Gördüyünüz bu ərazi Xırdalan şəhərində Xəzinə Şallıq Sarayıdır. Mərkəzi yoldan 10-15 metr məsafədə bu istiqamətdə tam olaraq Şallıq Sarayının yaxın bir ünvanında sizlərə 3 otaqlı, şəxsi tikili həyət evi təqdim edirəm. Baxın, bir daha deyirəm, Xırdalan şəhərinin məşhur olan ünvanıdır. Xəzinə Şallıq Sarayının tam yanında, enli küçədə 3 otaqlı, şəxsi tikili, təcili əlim yandıda həyət evimiz çıxıb satışa. 119 sayılı marşrut astanovkası bu ərazidən işləyir. Gedək evimizin içərisinə. Videonun başlanğıcında qeyd edildiyim kimi şəxsi tikili mülkdür. Geniş 3 otaqlı, tam təmirli, həyəti naves, həyətdə 2 avtomobil rahatlıqla daxil ola bilir. Ünvanı sizlərə göstərmişəm və dəyərli dostlar, Xırdalan şəhərinin ən gözəl ərazisində yerləşir. Qaz, su, işıq daim fasiləsizdir. Qiymət də çox gözəl bir qiymətdir. İstilik sistemimiz kombidir. Həqiqətən də möhtəşəm tikilidir. Şəxsi tikilidir. Kürsüsü kifayət qədəri var. Həyətimiz belə bir gözəl qapalı navesi. Həyətdə əlavə ümumi sanitar qovşağımız da var. 2 tonluq su ehtiyat bakına qədər yəni var. Şəxsi özünə məxsus tikili. Real alıcı ilə də qiymətində danışıq yeri var. Baxın, evimizin belə bir gözəl çöl fasadı var. Daxil olarkən yerdən 3 daş kürsülüdür. Amma kürsüsü kifayət qədər çoxdur. Koridor sistemidir. Solda mətbəxtimizdir. Baxın, sol istiqamətinə belə bir səliqəli bir mətbəxtimiz var. Tam təmirli, rahatlıqla köçüb yaşaya biləcəyiniz gözəl bir həyət evidir. Bugünkü gündə bazar qiymətindən də çox ucuz bir qiymətə təklif olunur. Burada yerləşir sanitar qovşağı. Kombi stili sistemimiz də var. Burada yerləşir yataq otağı. Normal qaydada, normal genişlikdə bütün pəncərələrin qarşısı tam açıqdır. Heç bir maneəsi yoxdur dəyərli dostlar. Evimiz orta təmirlidir. Qiyməti sizlərə deyim, dəyərli izləyicilər. Videonun alt hissəsinə yazacağım. Burada böyük yataq otağımız. Baxın, kifayət qədər geniş, ölçəyə məxsus. Pəncərələrinin dəmir barmağına qədər hamısı quraşdırılıb. Rahat bir ərazidə yerləşir. 119 nömrəli avtobus dayanacağı ilə evimizin arası cəmi 10-15 metr məsafədir. Yəni, mərkəzi yola çox yaxın bir ərazi yerləşir. Videonun başlanğıc hissəsində də qeyd eləmişəm, onsuz da dəyərli dostlar, harada yerləşir, görürsünüz. Bura böyük qonaq otağımız, kvadrat geniş ölçüyə malikdir. Çox gözəldir, həqiqətən səliqəli bir qonaq otağımız var. Dəyərli dostlar, sizin də satışda belə gözəl mülkləriniz varsa, bizimlə əlaqə saxlaya bilərsiniz tez bir zamanda. İstər satılmasında, istər alınmasında köməkliyi göstərə bilərik. Diqqətinizə görə, vaxtınızı bizə ayırdığınıza görə hər birinizə çox sağ olun deyirəm.